Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Bugün noyabrın 28-i, həftənin cümə günü 2025-ci ildir. Son dəqiqə bir xəbərimiz var. Onu nəzərinizə çatdırırıq. Xəbər verdiyimiz kimi Nərimanov rayonu Əli Cabbar Orucov küçəsində yerləşən çox mərtəbəli yaşayış binasında yanğın olub və yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar. Bu barədə News 365 saytı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə isnadən məlumat verib. Məlumatda qeyd olunur ki, hadisə yerində sakinlərin təhlükəsiz şəkildə demək təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğın söndürmə, qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədi ilə zəruri operativ tədbirlər görülüb. Fövqəladə Hallar Nazirliyinin 102 qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu Əli Cabbar Orucov küçəsində yerləşən çox mərtəbəli binada yanğın baş verməsi barədə ilkin məlumat daxil olan kimi dərhal əraziyə qüvvələr cəlb olunub və hadisə hazırda demək olar ki, tamamilə lokallaşdırılıb, əməliyyat davam edir və son məlumatsa odur ki, yanğın tamamilə söndürülüb və hər hansı bir demək olar ki, xəsarət alan olmayıb. Yəni son məlumat budur.